Mənim bugünkü həmsöhbətim radio aparıcı və aktrisa Kəmalə Orucdur. Oruc neydi? Anladım ki, insanları incitmək əslində doğru deyil. Nə boyda olmusan? İnsanlar xoşbəxt olmayanda başqalarını incitməyə çalışırlar. Dur gedək. Baba bəsdir də, bir dəfə də mağazindən aldı tortu. Uşaqlar yemirlər, deyirlər dadsızdır. Pox yer uşaqlar, dur. Talib Üzbəyov mənim qrup yoldaşım olub İncəsənət Universitetində və həmişə mənə deyirdi ki, sən çox yaxşı aktrisasan. Özüm çəkilən kimi, özüm kino çəkən kimi mütləq səni də filmə gətirəcəm. Azərbaycan kinosu durğunluq dövrü keçirir, keçid dövrü keçirir. Bu keçid dövrü bitmədi, yəni. Əlimizdə olan resurslar, alətlər təkmilləşdikcə daha yaxşı filmlər olacaq. İndi ağlayacağım.